Miladdan tam 500 il keçmişdi. Yeryüzü bir peyğəmbərə həsrət qalmışdı. O da Məhəmməd Mustafa idi. Nəhayət miladın 570-ci ilində Məhəmməd Mustafa öz mübarək qədəmləri ilə dünyanı şərəfləndirdi. 570-ci ildə dünyaya göz açan bu uşaq Məkkədə doğuldu, Məkkədə boya başa çatdı. Artıq 40 yaşına çatmışdı. O həmişəki kimi yenə Hira dağına çəkiləcək, Allahla razı niyaz edəcəkdi. Ancaq o gün, yəni Rəcəb ayının 27-ci günü, həmişəki günlərdən fərqli olaraq Allahın aşkar möcüzəsinin Cəbrail tərəfindən vəhy olunacağı gün idi. O gün əbədi saadət dininin təməli qoyulacaqdı. O gün Həzrəti Məhəmmədin yaradılış səbəbi bütün kainata aşkar olacaqdı. Birdən Həzrəti Məhəmməd göy üzündə parlayan və ona tərəf yaxınlaşan o nuru gördükdə bədəni tir-tir əsməyə başladı. Allah, bu ecazkar görünüşlü nur nədir belə? Cəbrail öz möhtəşəm mələk surəti ilə peyğəmbərə nida etdi. Oxu, yaradan Rəbbinin adıyla oxu. Peyğəmbər əmrə tabe olaraq Ələq surəsinin ilk 5 ayəsini tilavət etməyə başladı. 23 il boyunca hissə-hissə gəlməyə davam edəcək olan Allahın möhtəşəm əsəri Rəcəb ayının 27-ci günü ilk oxu əmrini verərək bəşəriyyətə lütf olundu. Qur'an Rəcəb ayının 27-sində bəxş olunubsa, bəs Qədr gecəsi Qur'anın nazil olma gecəsidir. Niyə deyirik? Rəcəb ayında Qur'anın ilk ayəsi enib. Lakin Qədr gecəsində Qur'an bütün sirləri, ecazkarlığı və dərin mənaları ilə birgə bütünlüklə Peyğəmbərin qəlbinə nazil olub.